Başlamısan yəni bahalı maşınlar. 100%. Bir dənə Mercedes GLE var. 350, 2024 1K, 2024 model. Yəni avtomobilin xırda bir dənə bagajdan belə zədəsi var. Yəni boş şeydir. Yəni bütün arxa zapçaslarda gəlir. Yəni maşın çox cüzi bir zədə iləndir. Müştərimiz istəyirdi. Müştərimiz əslində 2022 istəyir. Biz dedik ki, büdcəvi biraz artır. Bunu alaq. O da müştərinin büdcəsinə uyğundur. İndi zəng eləyək görək. 60-ıq maşını eləyib, indi baxıb qərar verməlidir. Kamal necəsən? Kamal, bu atdığım GLE var idi qara rəngdə. Onda bu gün axşam bunu oynayırıq biz. İnşallah, inşallah. Udmaq niyyətlə, inşallah. İnşallah. Görək, axşam onda zəng eləyərəm sənə oynayaq. Maşındakı əqi mənim ürəyimə yatıb. Oynayaq. Neçə kimi oynayasın? Bunu onda hər şey daxil, Bakı təhvil, onda bu neçə min dollara kimi oynayacaq biz? 38-40 arasında kimi oynayaq. Heç nə, inşallah yəqin ki udacağıq. Udmasaq da bundan da yaxşısını taparıq, problem yox. İnşallah. Oldu Kamal, danışarıq inşallah. Oldu, inşallah. Oldu, sağ ol. Все. Все, yəni müştərinin büdcəsi real büdcədir. Düzdür. Aşağıdır büdcə. Amma biz müştərilərimizə həmişə ucuz qiymətə maşın tutmağa çalışırıq ki, yəni Bakı ilə kifayət qədər fərq olsun. Bu da 2024-dür, AMG Line, GLE, yəni gözəl maşındır. Düzdür, 450 istəyirdi o, hibrid istəyirdi, amma biz 350-sini tapdıq, amma 2024 modeli tapdıq. İnşallah bu gün axşam oynayacaq. O uduzmağımızı və yaxud udduqsa, neçə uduzduqsa, niyə uduzduq, maşın neçə getib, bu haqda da məlumatı ikinci videoda hamısını sizə bildirəcəyik.